Mama qurban, ya yeməyini ye, sonra davam edərsən. Gözlü bir dənə muhtarım gələcəm sonra. Düz deyir bana. Dur, yemeği ye, sonra yazarsan. Hörmətli valideynlər, övladlarınıza niyə nəzarət eləmirsiniz? Məsələn, siz Nərmin xanım, övladınız həm dərsi gecikir, həm də dərslərini oxumur. Yaxşı eləyir. Mənim uşağını mən bilərəm. Heç olmasa bu valideynlərdən nümunə götürün. Onlar övladlarına necə də gözəl tərbiyə verirlər. Halal olsun oğluma, halal olsun. Seni inanırdım, güvenirdim sana. Halal olsun sana. Oy. Abala. Sen ne? Eşitmiyorsun? Hı. Yatmak yerde bırak. Dur maşın tekerlerini al. Yaxşı. Qoyma, datım vaxtında oxuyum. Deyini gəlmişəm burada maşın düzəldirəm. Ay, öz boksumuz var. Ay, ata sənəti. Ay, baba sənəti. Heç olmasa siz öz övladlarınızın seçiminə hörmətlə yanaşın. Nə qədər güldük Sabunçu Gənclər Evi. Uşaqlar buradaydılar da. Qəmlidir. Yox, burada deyildi. Biraz. Mövzu yaxşıdır, amma qəmlidir. Qəmli idi. Əfsuslar olsun ki, ya da belə biraz. Rafael, mənim nə yadınıza düşdü? Heç nə yox, mən sənət seçimində azad olmuşam, amma var da, yəni mən elə bildim ki, bu o cür təhsildən sonra iş tapa bilmir, gəldir belə yerdə işləyir. Düzdür, hər peşə şərəflidir, amma nəticədə belə çıxdı ki, valideyninin seçiminə görə işləyir. Düz başa düşmüşəm də, yox. Çünki dedi, övladlarınızın seçiminə hörmətlə yanaşın. Var, belə, amma gülməlidir də, yəni Coşqun mənim. ağlamalinskidir biraz. Ağlama. Coşqun Yox, mənim. aktual mövzudur, amma sənətə qaldıqda indiki gənclər, baxmayaraq ki, hansı bir universiteti bitirirlər, amma gedirlər başqa işlə məşğul olurlar. Sonra yenə o işin də keyfiyyəti itir onların düşüncələrində, gedir başqa bir işlə. Yəni, gənclərimiz indi hal-hazırda axtarışdadırlar. O qədər institut, universitet bitirib, yəni öz peşəsi ilə məşğul olmayan gənclərimiz var ki, yəni seçim azaddır. Yəni, onlar çox gözəl dövrdə yaşayırlar. Amma hansısa bir işin qulupundan yapışmaq lazımdır. İndiki gənclər çalışırlar ki, 5-6 cür sənəti öyrənsinlər, mənimsənsin ki, çünki əsas maddiyyatı güdürlər orada. Normal idi, yəni uşaqlar yanaşıb da sosial mövzuya yaxın olan bir mövzudur. Afaq xanım. Oxuyan adam ac qala bilər. Amma sənətkar ac qalmaz. Ona görə də valideyn öz uşağını sənətə sövq edir. Çox valideynlər sənətə sövq edir. O heç olmasa sənətkar olsun ki, başa düşsün, burada maşın işidir filan beşməkər. O elə bir onun gündəliyi olması həftəliyi var. Amma oxumağı tamamilə başqa cürə. Ona görə də burada bir şey, yəni o uşağın dilindən olmalıydı ki, həyat sertifikatla ölçülmür. İndiki həyat sertifikatla ölçülür. Çünki ola bilsin ki, o iş tapa bilməyəcəkdi. Və nə iş olacaqdı? Siz təsəvvür edin ki, mən hər dəfə, hərdəndən birdən, ildə ayda bir toya dəvət olunanda yaxınımıza
gedəndə mənim həmişə qanım qaralır. O pis, o qədər pis şeydə gəlirəm, əhval-ruhiyyədə gəlirəm. O xorək paylayan uşaqların hərəsinin filan universiteti qurtarmışam, filan xarici dillər qurtarmışam, 3 dənə diplomum var, magistri qurtarmışam. Mənim elə bir günə başıma qaynar Özü sökülür. müraciət də eləyirlər. Müraciət eləyirlər, bəli. Bəlkə tanışımız olar, bizi bir işlə Bəlkə siz düzəldə bilərsiniz. Siz Əziyyət eləyə çəkmişəm, bilərsiniz. oxumuşam. Ona görə də Təəssüflər olsun, həyati belə hallar məsələyə var, deyiblər bəli. uşaqlar. Elə belə deyil bu, həyati məsələdir. Sadəcə o son şey ki, çox vaxt valideyn düzdür, sən atadan, babadan qalmış sənət ki, valideyn həmişə yadınızda saxlayın, zəmanə ilə sizinlə danışır, baş verən problemlərlə danışır. Onlar çox vaxt biz sizə bildirmirik nə var, nə yoxdur. Yayda qış dərdi, qışda yay dərdi çəkməyimizi biz sizlərə bildirmirik. Niyə? İstəyirik ki, heç olmasa sakit böyüyəsiz. Heç olmasa sakit, daha demirəm ki, xoşbəxt böyüyəsiz, heç olmasa sakit böyüyəsiz. Amma bütün bunlar müqabilində əgər mənim atam resyanşik olubsa, dəmirçi olubsa, babam quyuqazan olubsa, filan beşməkə, mən istəyirəm övladımı ora yönəldim ki, o onun əlində bir növ belə ehtiyac zapas kimi bir şey olsun ki, uşağım sabahları işə düzəlməyəndə, mən sizə bir qəribə bir söz deyim ki, elə məşhur bir insan var ki, böyüyə də sözdüsə, balacaya da sözdüsə, onun xətrini o qədər çox istəyirlər ki, ona heç bir söz deməzlər. Amma onun oğlu 4 ildir işsizdir. Bəli, yəni ki, təhsil, orta məktəb təhsili çox önəmlidir. İntellekt səviyyəsinin ən azından bəlli olması üçün insan danışında bir kəlmə sözü deməsi üçün, amma peşə seçimi universitet olmalı deyə bir şərt yoxdur. Kamil bir palançı olsa da insan yaxşıdır, yarımçıq, papaqçılıqdan deyiblər. Təşəkkür edirəm.